İndi gəlir, özləri bir zaman bir toxum səpmişdilər, İngilislər, sonra Amerikalılar, indi o zəhər gəlib özlərinə sataşır. Özlərinin gedib boğazına sarılıb bu ilan, deyir, gəlib deyir ki, vuracaq. Burada biz demirik ki, get vur, vurursunuz, öz hesab kitabınızı sürdürürsünüz, bizim də canımız qurtarar, ona görə də bunların əlindən. İndi fürsət gələcək, yəni sonraki aşama millətlərin və Azərbaycan, Türkür, hələ millətlər bir sözünü deməyib ki, hələ o qorxu qoy sınsın, o atmosferə qoy bir sınsın, xoğ demək ki sınsın, Sovet dönəmi kimi. Sınsın, bunun saldatı, bunun əskəri, bunun milişyası, bunun bəsisi, hələnin sinində bir dənə tuşqa, bir dənə Klaşnikov, bir dənə tapanca, qoy bu sokaqlardan çəkilsin. İndi başlayıblar yavaş-yavaş, başlayıblar qırmağa. Ondan sonra mən inqilab iştirakçısı olmuşam dəfələrlə, hərəkat iştirakçısı olmuşam. Görəndə deyirsən, bu millət dünən dayanmışdı, amma bu gün gör nə gücə çevrildi. Millət hərəkətə keçəndə nə demək ki, o rejim, nə bu rejim, nə filan. Bu günlərdə İran adlanan yerdə Azərbaycanın güneyində biz güclüyük və o hər zamandan da çox güclüyük. Ona görə dövlətlərimiz var, müstəqil Azərbaycan var. Baxmayın, bugün Azərbaycan çox sakit görünür. Ay, Türkiyə sakit görünür, elə deyil. 44 günlük savaşda külli Türkiye hayattaydı. O Böyük Millət Məclisində hamı birləşdi. Kürtlərdən sonra kimsə gəlmədi. Hamı birləşdi, gedək Qafqaza, Azərbaycana gedək. Və sabahlarda belə olacaq. Bu günləri Azərbaycan dövləti, ay nə bilim, düyü göndərir, un göndərir, nə bilim, yeyintilər göndərir. Sabah çox şeylər göndərir, dərman göndərir, əcza göndərir. Lazımlı şeyləri göndərir və Azərbaycan blokadada qalmaz. Azərbaycanın güneyi adından qıra bilməzsiniz 1946-cı il kimi. Salam dəyərli izləyicilər, əziz tamaşaçılar. Prime TV-nin efirində yayınlanan Qırmızı Masa verilişinin saat 15 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Rusif Məmmədsoydu. Tarixlər 25 mart 2026-cı ili göstərir. Dəyərli izləyicilər, qeyd edək ki, verilişimizin bugünkü qonağı Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı hörmətli Əjdər Tağzadədir. Xoş gördük Əjdər bəy, hər vaxtınız xeyir olsun. Yusuf bəy, xoş gördük. Sizi də, bütün millətimizi də, əziz xanımlar, bəylərimizi də salamlayıram. Keçmiş bayramlarınız qutlu olsun. Tanrı sizi, ölkəmizi, millətimizi, dövlətimizi qorusun. Çox təşəkkürlər, hörmətli Əjdər bəy. Mən də sizin keçmiş bayramlarınızı təbrik edirəm. Əziz izləyicilər, dəyərli tamaşaçılar, sizlərdən də xahişimiz ondan ibarətdir ki, yayıma qoşulduğunuz zaman hər kəs yayımı bəyənsin, paylaşsın və şərh bölməsində xüsusilə aktiv olaq ki, bu maraqlı müzakirəmiz daha çox izləyicinin, daha çox insanın qarşısına çıxsın. Hörmətli Əjdər bəy, suallarımın sayı kifayət qədər çox olacaq. İndi növbəti dəfə Tehrana zərbələr indirilib və raket istehsalı obyektlərinə indirilən zərbələr fonunda bir çox gələn xəbərlərə görə, iddialara görə bu arada artıq, misal üçün, əvvəlki dönəmlərdə daha çox raket atılırdısa İran tərəfindən, artıq bunların sayında da azalma müşahidə edilir. Nələr baş verir? Ümumiyyətlə, İranın müqavimət potensialı nə qədər görünür bundan sonra? Rusif bəy, demək olar ki, Tehran rejimi küllən, yəni nəyi 600 gizli aşkar var, rejimin özü, yandaşları və o Prex qüvvələr zat bölgədə hamısı demək ki, Amerikanın torunun içindədir. Zaman zaman politologlar, siyasətçilər bilmirlər. Çünki niyə Trump'ın da bir işi var, sual eləndə deyir, sənə niyə deyim, sən biləsən. Niyə sənə deyir, o sözü deyim ki, özümüz sonra çətinlik çəkim. Yəni, Amerika dövləti zarafat deyil, şaka dövlət deyil. Demək ki, siyasətçiləri də başlayarlar, o dəqiqədə hər şeyi deyərlər. Yəni, gördünüz ki, 2 gün bundan qabaq Kestin, yəni o savaş nazirinin haqqında deyilər. Yox, o prezident Trump'a deyib ki, o belə deyib, ya Trump deyib ki, savaşı mı başlatır? Boş-boş sözlərdir bunlar. Yəni elə bil ki, o şərq aləminin ölkələrindəndir, ondan sonra nazir dura, prezidentə laf atay. Elə söhbət yoxdur, bir dəqiqədə qoyarlar qırağı və dünən gördünüz ki, o Ağ Evdəki pres konferansda Trump necə, demək ki, savaş nazirini orada təriflədi və o da Trump'ın tribunundan dedi, biz dayanmışıq, Pentagon dayanıb, sonra kimi vuracaq və siz də buyurdunuz. Yəni, Trump da dedi, müdafiə naziri də orada demək ki, baş qərargahının rəisini də bilirsizlər, öncədən ondan da bir sözlər çıxardırdılar, amma Amerika bu məsələdə, bunun dövləti də, yəni kongressdə oylarla bələnir, senatda da. Gördünüz, dünənləri istədilər, senatda istədilər ki, bunları siz məndən yaxşı bilirsiniz, əlbəttə. Senatda istədilər ki, demək ki, Trump'ın o bəzi hüquqlarını dayandırarlar, olmadı. Və yaxud kongressdə o 200 milyard
pul istəyibdi Pentagona. Ona biraz söhbətlə və bu gündə onaylanacaq o 200 milyar dolar. Yəni və bu tərəfdən də Amerikanın demək ki, bəzi ordusunun bəzi qüvvələri, özəl qüvvələri indi bunlar yoldadılar, gəlirlər yaxın doğuya və demək ki, körfəzə doğru gəlirlər, yerləşirlər. Demək ki, bir 5000-dən çox bunlar yerləşirlər bura və görülür ki, bu yeni düzen ki burada yaradılır, istər körfəzdə, istər yaxın doğuda və Çin də buna təmkin edir. Ay Putin çıxdı dedi ki, Ukraynada nəm demək ki, yeri otur, demək ki, mən sən də İran'a adlanan yerdə sən gödür. Və ya Putin dedi də, Trump'lıqda təhcə Ukraynada yeri oturar. Avropalılar bir anda gördü ki, 3 gün bundan qabaq, yəni söylədim ki, bu İran adlanan yerdə olan bu başsız rejim, bu teokratik, kaostik rejim tordadır. Bilmirlər, bir iş görürlər ki, başlanğıçdan bu savaş başlananda Avropalılar gəlmədi. Hədə Keir Starmer'də dedi ki, biz Diego Garcia'da belə Amerika oradan uçmasın, uçaqlarını yendirməsin, belə söhbətlər. Və ərəb ölkələr dedilər, yox da bizim ölkələrdəki bu düşərgələrimiz var, bizə çətinlik yaradar, belə olar. İndi nə olub? İndi dünənləri baxın görün də mediada gedir ki, bəli, Məhəmməd ibn Səlman ibn Məhəmməd deyir ki, cənab Trump, savaşı dayandırma. Bunu ərəb ölkələr hamısı deyir, üzdə deyərlər, üzdə də vaxtıyla deyirdilər İsrail. Haması vurma, altdan hamısı deyir, vur. Vur bunu bizim başımızdan elə. Ama Filistin'i tanıyan ben de hiç olmasa bir en azı bir yalan olmasın 50 ildir bu Filistini, Yasir Ərəfat, Əbu Məzəndir, ona Xalid bağışlı onu, bunların hələ keçmişlərini. Hamısını da tanımışıq da bir bölgədə yaşayırıq və bunların da bir ayağı İran adlanan yerdə hər halda. Ona görə də ərəblər hər zaman deyirlər bu Filistin bizim başımız bəladadır. Yəni Məlik Suuddan tutmuş, Feysəldən tutmuş, hamısı bu Yasir Ərəfatın tapansasından hamısı deyirlər bunlar gücünə bizdən pul alır filan. İndi də bu İran adlanan yerdə olan rejim ərəb dünyasını ota çəkib. Açıqcasına deyirlər bu terörist bu Süleymanın vaxtında ay biz 5 dənə Ərəb ölkəsinin baş kəndini tutmuşuq, Bəğdadı götürmüşük, ondan sonra Damaskusu götürmüşük, ondan sonra Beyrutu götürmüşük, Livanı götürmüşük. Açıq deyirdilər, Əhmənilərin o dövrünü, bir hobi bunlar belə demək ki, gəvəzələyirdilər ki, və Ağdənizə də gedirdilər. Türkiyənin elə bir üstündən keçirdilər, belə söhbətlər. Amma nə oldu? İndi tordadılar və bir oyun oynadılar ki, yəni, misal üçün, 3-4 gün bundan qabaq Tehran rejimi ay bizdə demək ki süpersonik var, ay bədbaxtlar. Bu nə elə bir Batı dünyası da, mediada hamı neçə ildir deyir sizdə süpersonik, ondan sonra füzələr filan var. Yaxşı, çıxartdınız fırladınız, hara Diego Garcia. Sabaha nə oldu? Həm 7'lik, həm 17'dən Avropa ölkələri birləşdilər. Hətta Yaponiyada, dedilir, yaxşı biz gələrik körfəzə də, biz demək ki Amerikanı dəstəkləyirik, hamısı bir gecədə. Bir gecədə bütövləşdilər. Və Amerikada çıxdı dedi ki, baxın, füzə Diego Garcia'dadır. 4000 kilometrə, sabah Paris, Londra, ondan sonra da hətta demək ki, Amerikanın da sahillərində vura bilər. Yəni Tehran rejimi bu əməlləri ilə göstərdi ki, nədir? Və bir də başlanmışda yəni, əslində bildirirsiniz ki, Avropa dövlətləri əvvəlcə Trump'ın ətrafında birləşmədi, ancaq İranın buraxdığı strateji səhvdən sonra bu baş verdi. Bəli, hamısını, yəni oyunu belə oynayır. Ben yine də söyləyirəm. Amerika dövləti zarafat dövlət deyir axı. Hesab kitab var, ondan sonra qanun var. Hər kəs öz yerini bilir. Trump da çox sürətdir, elə də deyir, çıxıb deyirlər. Belədir bu, ondan sonra belə addımlar atacaq, belə elə deyir axı. Min dənə institutlar, adamlar, dövlət adamları onlar. Hətta demək ki, bu öz keçmiş dönəmdə də, bu dönəmdə dövlətindən yola saldığı, hakimiyyətindən yola saldığı nazirlər də çıxırlar məsləhətləşmələr filan. Ona mən dövlətdən küsmüşəm, Amerikada yox deyə belən şeylər. Ona görə də və qanunlar və kongres və demək ki, hələ bunlar da bəlli şeylərdir. Ona görə hər şeyi demək ki, götürü qoy eləyirlər. Ondan sonra da elə yaxşı, 7 gündür bir savaşa. Gəlirimiz nədir, çıxarımız nədir, nə qədər çəkəcək, nə olacaq, demək ki, ictimai rəy nədir, hamısını hesablaşıblar. Hər şeyin ekonomik tərəfində də və bir də bir şey var. Açıqcasına demək ki, Latin Amerikanı orada meydan oxuyan kimin idi? Venezuela idi. O Chavez'dən bir yana və demək ki, indi Kuba idi. Kuba da indi demək ki, deyir ki, bu hər nə deyirsiniz baş üstədir. Yox, gəlib götürərik. Yəni Amerika indiki dönəmdə yeni bir dönəm başlayıbdır, yeni bir düzən düzəldir. Gəlib indi çıxıb bura, körfəzi. Yəni baxın bu günləri Tehran rejimi dünəndən
Trump gece yarısı çıktı. Sosyal turuşta yazdı ki, bize bir hediye verdi Tehran rejimi, hediye. Hediye nedir? Dedi yaxşı, körfəzi asırıq, açdı. Hürmüzdür. Adım mənusher qoysunlar, hürmüz qoysunlar, nə bilim, hər də mənə. Ya demək ki, tükəzziba qoysunlar. Ki, asırıq oranı, saxlaya bilməzsən. Ona görə ki, niyə? Amerikanın qüvvəli demək ki, özəl qüvvətlər gəlir, xarçı da götürər, ondan xaşı da götürəcək, ondan sonra geçmi də götürəcək, xarçı da götürəcək, onu neynəyəcəksən və əmarata da deyəcək ki, götür tombu, böyük tombuna, kiçik tombuna, Əbu Musa da sən götür, körfəzdə də oturacaq, bütün o əşyaların hamısında hamarlayır və bugünləri də görürüz, vururlar. Ona görə də Tehran rejimində də bu günləri görünəzdir olubdur ki, İran adlanan yerdə hər kəs oradandır, bilir. Qalibaf demək olar ki, o rejimin ən demək ki, murdar əməlləri, həm Tehranın meri olan zaman, həm tələbə hərəkatını vurub gedib tələbələri damdan atanda Tehranda, bütün cinayətlərə, özü də inqilab keçilərindən gəlib, bunu Xameneyi də bilirdi, bunun murdar əməllərini və bunun da demək ki, dövlətin malın mənimsəmədi, bunlar da çoxdur, Qalibafın əməlləri. Hətta yaxın demək ki, mavinlərin zindanda, axtarışda, bunun da iştirakı var. Amma görünəzdir olub ki, indi deyir ki, orada yaxşı oğlanlarla mən danışıram. Adam ne tapılmır? Deyək, bunlarda adam tapılmır ki, qırmışıq. Ondan sonra Adem özü də deyir ki, yaxşı, Qalibaf dursun, yesin Pakistana. Biz deyəndə ki, bu tribunalardan Pakistan ordusu, ay kimsə nədir, İran adlanan yerdir, ay nə müsəlman, nə belə şeylərə baxmaz. Pakistan ordusu bir, Amerikaya baxır, ikincisi demək ki, Saudi Ərəbistana baxır. Ona görə Pakistan da çıxdı, deyir ki, biz Saudi Ərəbistanın yanında dayanmışıq. Yəni Tehran rejimi, bu nə biləsən, bu şaka deyil. Və o birisi tərəfdən də gəlin danışığa filan gəlirsiniz, gəlin də. Və dünənlərdə adamın uçanda da İsraildə Qalibafın. Amerikada dedilər, yaxşı, bunu bıraxın uçsun. Və belə də ona yetirirlər ki, səni də. Ondan bəzi adamlar da orada vurmırıq, adresləriz də, yorğan döşəyizi də, nümirəsi də, hər şey də bəllidir, vurmırıq. Ona görə də deyir ki, nə deyirsə, səhralıqda, çöllüklərdə cırıq bir çarıq da, o da bəzi vaxt kara gələr. Yəni saxlamışıq belənci günlərə. Niyə? Bura Amerika geniş bir plana hazırlayıbdır. Ay Tehran rejimi əlin haya düşüblər ki, ay Tehran demək ki, atəşkəs olacaq, xeyr, elə söhbət yoxdur. Trump deyir ki, nə atəşkəsi? Mən işarə bıraxıram, mən işimi bıraxıram. Bunların içində qulaq bırdısı atır, bunları bir-birinin canına salır, özləri daraşıblar bir-birinin canına. Ki, məni Amerika seçsin, mən kimi seçim səni. Orada İnqilab Qvardiyasında, İnqilab şehçilərinin içində dəstələr var. Orada demək ki, Tayyip dəstəsi var, Qalibaf dəstəsi var, ondan sonra Rohani, hər kəsin öz dəstəsi var. Xameneyi öləndən sonra Xameneyi təhsə işi bu idi ki, onlar da başda dayananda bunların bütövlüyünü saxlayırdı. Amma indi bu sınıb, Əmud-i Xeymi, İslam sınıb, tutarıb gedib. Ona görə də burada hər kəsi də öz dəstəsinin fikrində İnqilab Qvardiyası da orada Cəfəri Cildi, ondan sonra Yahya Rəhim Səfəvidir, ondan sonra bunlar özləri də hər kəs öz dəstəsini salır. Və niyə demirsiniz ki, bu adam ölüb, ya qalıb, ya qeyblərə qatılıb, bu Muştaba Xameneyi, hardadır bu? Ona görə ki, o da bütövlükdə bunların qəbul etmirdə, hər kəsin öz dəstəsi var. Baxın onların tribunasına. Üzr istəyirəm, hörmətli Əjdər bəy, bu daxildə baş verən o qruplar arası savaşla bağlı mən sizinlə xüsusi bir müzakirə eləyəcəm, xüsusi suallarım olacaq. Buna keçməzdən öncə biz yenidən qayıtacaq Amerika Birləşmiş Ştatları və İran təqdim olunan ən azından bununla bağlı müxtəlif iddialar ortaya atılan danışıqlar məsələsində siz də qeyd edədiniz, Qalibafın təqsir olunduğu deyilir. Ancaq bir tərəfdən tutaq ki, danışıqlar gedirsə, əgər bu həqiqətdirsə, digər tərəfdən ikinci qrup amfibiyanın və hücum dəstəsindən, yəni bu adı çəkilən qruplar da son dərəcə elit qüvvələr hesab olunur. Bunun ikinci partiyasının İrana doğru gəlməsini bəs necə izah eləmək mümkündür? Bununla Amerika Birləşmiş Ştatları nəyə hazırlaşır? Amerika demək ki, orada hazırlaşır, yəni Amerikanın, yenə söyləyirəm, yenə təkrar edirəm. Siz məndən yaxşı bilirsiniz, dinləyicilər, izləyicilər də yaxşı bilir. Amerika kiçik dövlət deyir axı. Elə gedə demək ki, məsələn siz baxın, bir an görünür ki, Venezuela adını oynayacaq burada, elə demək ki, birini oradan çəkəcək, götürəcək, elə de, onu da fikrə düşürdü. Yəni burada İran adlanan yerdə deyirlər də, bu Machado axtarır, ya demək ki, Rodriguez axtarır, ya da Gorbaçov axtarır. Yəni deyir ki, birini axtarır, deyir ki, özdə 15 maddəni qabaq, 6 maddəli bir şey, bu savaş başlamadan qabaq, 6 maddəli bir şey qoymuş. İndi 15 maddəlidir. 15 maddəlidir, bu da təslimdir.
Təslimdir. Yəni demək ki, əsas o ideolojik, o idaya ki, bunlar dayanırdılar ondan filan deyir ki, onları yığışdıracaqsınız. Nüvə sizdə, məsələn, bugün siz də buyurdunuz. Gedib İsfahanda vırıb, Nətənzi vırıb, İsfahanda vırıb, deyib Fordunu bağlayacaqsan, verəcəksən hamısını. Orada demək ki, 400 kilo da, o 2000 kilo da verəcəksən. Ona özü də Putin bir zaman çıxdı dedi ki, o 400 kilo ilə verirsinlər, biz sağlarıq. Trump dedi, xeyr, elə söhbət yoxdur. Keçən həftələr içində. Ondan sonra da demək ki, bağlayacaqsan və bu günləri gör gəldi hara çatdı ki, dünənləri Livan dövləti, Lobnan dövləti, Livan dövləti Tehran səfirliğinə terrorizmin bölgədə başına dedi, buranı tərk edin. Yəni bu 3 gündən sonraya dək buranı tərk elə. Hətta Tehran rejimi o qədər demək ki, bunlar ipin başını itiriblər ki, bir dənə füzəni dünən gecə fırlatdı hara Beyruta. Dünənə kim bədəydin bu İsrail vurur məni filan elə, büyünlər füzəni, süpersoniyi fırlatıb Beyruta və hədə gəldiniz orada ilə belə olaraq xalqın ölkəsini qatışdırıbsan. Yəni, istər bu İraqda olsun, istər Livanda olsun, Suriyədə də görünür ki, nə var. Orada ərəb milləti, böyük milləti, bunun şiəsi də, sünnisi də bu Tehran rejiminin işğalından qurtarmaq istəyir. Necə ki, Livandan dünəndən bəri hamı da işğaldan qurtardıq, işğaldan qurtaraq. Aynən Hizbullah da orada hədə gələcək. Orada Hizbullah əgər gürüldəyirsə, o Nəsrullah deyir ki, pulu da gəlir Tehrandan gəlir. İndi pulu kəsdilər Tehrandan, kəsirlər. Nə ilə gələcək? Əraqçının çantalarında gələcəkmi? Hadi çıxart buradan. Yəni, və gördünüz Həşəddin Şəbinin dünənləri yerini vurdu Musuldan. Yerini ev o baş qərargahının rəisini vurdu. İraqda da hamısını sakitləşdirəcək. Pireksi qüvvələri vurur. Livanda da sakitləşdirəcək hər tərəfdən. Və hani bu Yəmən? Gördü getdi, qırmızı dənizdə vururdu gəmiləri filan. Hamısını sakitləşdirəcəklər. Və Tehran rejiminin qol qanatını qırıb, lütoğa çevirib elə indi ozurur. Bir dənə qalacaq əli silahlı bədbaxt adamlar ki, ay İnqilab Qvardiyasındandır, İnqilab keşikçisidir, bəsizdir, yəni o milişiyalardır, filandır. Onlar da pərən-pərəndir. İndiyə kimi 6000 nəfəri Türkiyənin Daxili İşlər Nazirliyinin çıxışına baxın. 6000 nəfəri təhlükəsizlik qüvvələrindən başına gedənlərdir bunlar. Pulları var, imkanları var, pasportları var. Gelib Türkiyə, sığınıblar Türkiyə. Ardı da gələcək. Hələ demək ki, Azərbaycanda sərhədlərin bağlı olmasına baxmayaraq gəlib zırıldayacaqlar. Sərhədin qırağında gəlirik. O çünki niyə? Axır Trump da, Netanyahu da topu atacaq öz meydanlarına. Vuracaqlar. Bəyət da siz buyurdunuz, dayandırmayacaqlar. Ateş dayanmayacaq. Nə bunu Ağ Evin sözçüsü, nə Savaş naziri, nə demək ki, baş qərargahın rəisi Amerikada və Trump. Nə vaxta qədər dayanmayacaq? Yəni proses nə vaxta qədər gedəcək? İndi deyirlər ki, biz gedirik danışığa. İndi bunlar deyirlər, Cuma günü gedirik danışığa. Cuma günü çox pərdələr düşəcək və o adlar da bəlli olacaq. İndi Tehran rejimi tərəfindən bir cür deyirlər. Deyirlər biz, demək ki, Koşnerdən ondan sonra o birisi adamla danışmırıq. Elə Civens özü gəlsin. Civens də demək ki, yarı yoldadır, gedir Fransaya, imkanən o da gedə. Deyirlər, onunla danışır. Orada da o da deyəcək, bu 16 maddəni qəbul edilir. Bu da təslimdir. Yəni bu talı təslimdir. Qəbul edirsiniz, ona görə hürümüzü də açıq saxlayırsınız. Ondan sonra amma biz işimizi görürük. O vaxtacaqda bunlar hamarıyla hələ əgər tam razılıq olsa, onda Trump deyib bəlkə də biz razılıq olanda öz işimizi görürük, oturduruq. Bilirlər bunlar ki, Tehran rejimi keçən dəfəki 12 günlük o iqtidarla savaşdan sonra demək olar ki, Trump o dəfə Tehran rejimini qurtardı. Yəni, o səhər ki, zəng açdı Netanyahu, uçaqları geri qaytar. Uçaqları geri qaytar, çığırırdı orada Netanyahu. İsraildə də millət dedi ki, Netanyahu'ya etiraz elədilər. Sən niyə yarımçılıq qoydun işi? O da bilir ki, tək başına Amerika olmasa bu iş çox ağırdı, hər tərəfli ağırdı bu iş. Ona görə keçən dəfə Trump qutardı, o dəfə. Özü də dedi, Seyid Əli, bax, mən səni qutardım. Burada bir məsələ də var. Onların da bir məsələsi var ki, açıq deyim buna, biz özümüz bəzi vaxtlar, özlərimizi, o Güneylilər də, Güneydə yaşayan, özümüzü bu uzun sürəli, demək ki, baskı altında kölə kimi yaşamaq özlərimizi kiçik görürük. Orada Trump deyirdi, Netanyahu, əgər Seyid Əlini vurarsan, İran adlanan yer qarışacaq. Qarışanda nə olacaq? Olacaq Liviya, yaxşı, hər kəs öz hesabına durubdur. Olacaq İraq, o da orada bir dənə kukla dövləti, Ərbil. Keçiblər, oturublar da, demək, Kürtçüğazlar, İraqda prezidentin yanında otururlar, onun kreslosunda otururlar və demək, özlərinə də orada nefti də satırlar filan da. Sıxılıq. Hətta gəldilər, orada bir seçki də apardılar Məsud Barzani. Ay, gəlin, bağımsız elam edirik, ondan sonra İsrail də dəstəkləyirdi əvvəldə, bəzi ələb ölkələrdə. Satmadı, sayın da satmır, filan da olmur.
Bu nə qədər də bu son günlərdə də haykü saldırar, qoy biz gələk qurtaraq, biz filan elə deyil. Gələrsiz, bu Azərbaycan durar. Belədir söhbət. Bu Azərbaycan, bu keçən bu 30 il içində 1000 dəfə olsun demək ki, Prezident Heydər Əliyev olsun, istər Prezident Əbülfəz Elçibi olsun konqresdə, istər Prezident İlham Əliyev olsun. Həməşə Amerikalılar deyiblər ki, bu demək ki, Azərbaycanın Tehran rejimi alerjisi var ki, ora dəbərsə, oranı büzür saat. Güney deyirəm mən. Güneyi saxlayası sakitçi, güney dəbərsə, bura qarışacaq. Bu yara 1945-ci ildən bunlarda var. Bunlar bilirlər bir Türk dövləti yaranar. Azərbaycanın güneyində hər kəs də bugün Türkiyədən, Azərbaycandan, xaricdən hər kəs gəlir, deyir qardaş. Burada bu 30 milyon, 40 milyon Türk var. Tarixi həm istəyi, həm bir yara var buradan. Böyükdür burada, bu İran adlanan yerdə. Aynən indi sizdə inciməyəsiz deməyim. Mən demirəm, onlar İran adlanan yerdən mətərsəşmiş qondurmaz deyirlər. Deyək bu Pezeşkan. Nə Pezeşkan meydanıdır, nə filankəs meydanıdır. Burada sabahları bu Amerika danışır. Ay razılığa gəlirəm, amma Amerika demir ki, mən bunun qarşısını alacağım, hər şeyi sakit saxlayacağım. Trump da deyibdi, Netanyahu da deyib, biz işi hamarlayırıq. İndi bu günə kimi 8500'ü yeri vırıblar. 8500 Amerika deyib vırmışam, 6000'dən çox da İsrail vırıbdı. Ona görə burada sağlam yer qoymuyorlar. Bir də iş qoyublar. Nə qoyublar? Eyni İraqda kimi. İzzət-i Doğru'nun o dəstəsi vardı, olan bir ayrı qrupudur. Səddamın böğründə Amerika çıxdı olan hamısına, generallara pul verdi. Pul verdi generallara. Səddam da deyər, nə oldu? Ordu, hara qaçırsınız? Hamısı çıxdı oraya, Amerikada yaşayırlar. Getdilər. İndi İran adlanan yerdə də bu qulaq vırdığını yatıb. Əvvəl dedi, 5 nəfərə 10 milyon dolar verəcəyəm. Cəmaat getdi dünən İsrağa gün, o da o Fuməni, bu da bu meşələ, dənizin o başı, meşələrin içində. Gecə ilə orada tapdılar, o nüvə silahı ilə məşğul olan, sonra İnqilab Qvardiyasını gedib şəhətlərdə tapıb vururlar. Kim deyir bunu? Özləri içindən. İndi də başlarım hamı deyir. Baxın görün, siz baxın mediada, açırlar, açıqcasına cəmaat yazır, bax burada, filan küçədə, İsfahanın, Tehranın, Şirazın, Təbrizin, filan küçədə, körpünün altında bunlar gizləniblər, qorxularından girirlər körpünün altına. İsrail də orada yığır bedava, informasiya bedava. Verir demək ki, özlərinin o demək imkanlarına, satelitinə gəlir, tak orada vurur. O da gördünüz da Təbrizlər, 3 günündən qabaq. Bu milisiyanı, bu bəsici, burada hamısını şirkət elədi. İndi hamısı da evlərinə də getmirlər. Nə İnqilab Qvardiyasından, nə filan. Ancaq Amerika böyük planla gəlir. Və bunları da, indi Amerikadan belə söhbətlər gəlir, demək ki, Ted Cruz da deyir, o kongresmen də deyir, o kongresmenlər də deyir, 6 aya bura dağılacaq. 6 aya dağılacaq. Biri də deyirlər ki, amma hamısı da deyirlər ki, bir də haykü salmışdılar. Ay nə bilim, gedib hardan bir zibilxanadan şah gətirir bura. Hay demək, xalq mücahidləri gətirir. Deməli, Əjdər bəy, suallar da kifayət qədər çoxdur. İstəyirəm bunlara da vaxt ayırım. Pərviz bəy sual verir ki, Əjdər bəy, Azərbaycanın və Türkiyənin konsepsiyası varmı? Tutaq ki, İran sabah dağıldı. Mətmən var. Türkiyə dövləti şaka dövlət deyil. Özel bir söz var, deyərlər Türkiyədə belə söz var, deyərlər dövlət deməz, yapar. Ona görə Azərbaycan dövlətidir. Elə bilirsə Azərbaycan dövləti əlinin üstünə qoyacaq. Azərbaycan dövləti, indi çox adam deyir, nə olsun, heç sıqqılı dövlət var, elə deyirdi. Bu Azərbaycan dövləti 30 ildə nə çox, bu demək, bu işğala təhqir olun deyir, laf atdılar, oyun çıxartdılar, gəldilər, keçdilər, ay Minsk qrupu, ATƏM, ondan sonra demək ki, hər cürəsindən teröristləri götürdülər, yığdılar, gətirib, hələ demək ki, bir artsaq adı çıxartdılar ki, özləri hələ salırlar, nə artsaq, nə filan Azərbaycan, amma gəldilər, çəkilin erməni gəlir, Azərbaycan dövləti, bir dənə siyasət yürüdü, bir dənə demək ki, konsepsiya, bir dənə demək ki, uzun sürəli, bir dənə plan hazırladı, az zaman içində çıxartdı və 23 saat içində də zaten o Hulyaların, indi Rusiyanın, İndi Azərbaycan dövləti hər formada dəf eləyib 200 illik bir təcavüzü, 200 illik bir terroru. Bura yuvasıydı terrorun. Hətta Türkiyənin demək ki, Ermənistandan və buradan belin qaşıyırdılar. Nə oldu? Burada bircə Azərbaycan dövləti və Türkiyə dövləti də geniş bir planla bunları dəf elədilər. Və bu gündə Azərbaycan dövlətində 100%'dir. Yox, Azərbaycan dövləti, hələ deyək orada Güneylilər yaşamır.
Orada yaşayır, bəlkə Arazın o tərəfində Bəluçlar. Ya bilim, hansı bir etnik qrup. Azərbaycan dövləti əlin qoyacaq, əlin üstünə oturub gözləyəcək ki, demək ki, bir terörist dövlətin adamları və qalıntıları, əli silahlı, hamısı gələcək, demək ki, burada hansı oyundan çıxacaq. Handa qalıb ki, Azərbaycanın dövlətinin prezidenti də hər zaman deyib, mən bunu demişəm, ki, nə də deyirəm. Yaltaqlar kanaşmasın, yaltaqların söhbəti olun bizimlə, o dəmdəşkana bizim işimiz yox. Deyib 50 milyonluq Azərbaycan, yine çıxdı dedi, o füzələri fırlatdılar, çıxdı dedi, 50 milyon Azərbaycanlının demək ki, bu dövlət dayağıdır. Deyir də və yeri gələndə də icabını yerinə yetirər. Yəni, ay mən dəfələrlə demişəm, bu 1945-ci il deyil. Amerika da bunu bilməlidir. Burada Azərbaycan, Türkiyə yaşayır və bu günləri Amerikanın da çıxarı o deyir. Ay Sovet varmış, gəldi Amerika kömək elədi, Şvartskov düşdü qabağa, nə deyirsən, Rusiya bir yandan saldı İrancı komünistləri, bir yandan da Məhəmməd Rıza filan töküldülər, gəldilər Təbrizdə, 30 mini öldürdülər, Azərbaycanı yerlə yeksan elədilər. Orada deyəndə də ki, Amerikalılar bunu niyə belə elədiniz? Dedilər, yəni, Sovet vardı, Faslirdas bir dənə xətti vardı, bir çəkilirdi ki, demək ki, Rusun qabağında filan eləyək. Demək ki, Rus gəlirdi hər tərəf. Amma bu gün o deyil, Sovet yoxdur. Bağımızda Azərbaycan var. Bağımızda Azərbaycanın demək ki, Batı dünyası ilə əsas bizim demək ki, yolumuz o tərəfədir. Necə ki də, elə bu son günlər Türkiyə füzəni fırladanda Cənab Erdoğan çıxdı dedi ki, biz NATO üzvüyük və o İnəhli kəndinin üstündəki olan o günbəz vurdu, NATO-nudur. Vurdu, Süpersoniki də saldı yerə və orada demək ki, hamıda bildi nədir. Ona görə də bu günləri Türkiyə Cumhuriyyəti dövlətinin kulislərdə də gedir. Siz Türkiyədə bəzi bu mətbuat mənsubları özlərini atırlar ortaya, boş-boş sözlər danışırlar. Nə Güneyi tanıyırlar, nə bilir. Amma Türkiyə dövləti bilir. Bilir nədir, qəşəng də bilirlər nədir. Və sabahları burada yenidən soyqırım yapalar. Ay Kürtçıqazlar duralar, ay silah götürüb gəlirik. Elə deyirdiler, haykü salmışdılar. Türkiyə dövləti, yəni Amerikaya deyir ki, yəni bu Suriyədə biz bunları bir türlü dəf eləmişik. Sən bir yandan bunları buraxırsan, onda Azərbaycanlılar da. Azərbaycanlıya nə var ki, deyirlər Azərbaycanlıya silahı yoxdur Güneylinin. Bu silah demək ki, Naxçıvanda yoxdur. Bu silah demək ki, İqdirdə yoxdur. Vardır. Və sabah da bu millətin özü Türk erasıdır. Türk Dövlətlər Birliyi, Türk Şurası, ay Türk Birliyi. Bunu dünya bilir. Və sabahları bunu demək ki, Anadolu'da qarşısını ala biləcəksənmi? Necə ki, 44-cü savaşda da kim ala bilmədi? Bunun 100 ildən də çox tarixi var. İndi də sən duracaqsan, haray mən Türkəm deyirəm Güneydəkinin üstünə. Demək ki, yığıb yığacaqsan bir də Kürtçıqazdan, Farsın qalıntılarından gedirik Azərbaycan. Hara gedirsiniz? Tehran da onda o 7 milyon Türlükini bilir, qəbul etmək istəmirlər. Əjdər bəy, Cavid bəy sual verir ki, Əjdər bəy, sizcə bu dəfə Güney Azərbaycan müstəqil olacaq, yoxsa yenə neçə 10 illiklər gözləməli olacaq? Proseslər nəyə doğru gedir? Elə mənim bir yaxşı şey ortaya açıb, düz sözü eşitmək istəyirsənsə, Trump danışır. Bəzi vaxtlar demək ki, Trump danışanda gərək adam özünü o müstəndiqin yerinə qoyar. Sizin sözlərin içindən söz seçsəm. Hakim şimdi, danışdı, sözün canın dedi. O Malaravaya gedəndə təyyarənin içində, o elə əsas söhbətdə orada gedir. Dünən də elə orada gedirdi. Demək ki, Malaravaya gedəndə keçən həftələrin birində jurnalisti biri soruşdu ki, yaxşı, bu İran adlanan yerin gələcəyinə, o xaritə elə eyni xaritə olacaq mı? Dedi, yox, o xaritə də o xaritə olmayacaq. Və vaxtıyla bu Məhəmməd Rızanın oğlu, bu Şahqulxan, o da çıxmışdı, ada gedəndə, İsrailə gedəndə. Özlərinin demək ki, İsraildə mediada yazdı. Netanyahu dedi ki, mən istəyəm ki, orada şah olam, dedi ki, sən şah ola bəlkə oldur, amma bu tərəfdə, bu səhralıqlar tərəflər var, o Şirmana tərəf bəlkə, Makran filan bəlkə. Amma yəni bu tərəfə Azərbaycana doğru filan dəbərtmə. Niyə? Demək ki, bu Netanyahunun ağlı başında deyir ki, vaxtıyla demək ki, Şenesetdə adamlar çıxdılar orada dedilər ki, Azərbaycanın güneyini gərək biz demək istiqlalını tanıyalım. Şenesetdə. Və deməklə bizim təşkilatın, biz orada təmsilçi yollamışıq 2 dəfə. Şimon Perez ilə görüşməyinə. Bizim demək ki, gizlidəyik ki, biz dağıtlıq eləməmişik ki. Amerikada, demək bizim kongresin qurultayların hamısında bizim demək ki, İsrail dövlətinin də təmsilçiləri gəlib, münasibətlərimiz də yerində. Mən dəfələrlə demişəm.
Bizim İsrail dövlətinə qarşı, Yahud millətinə qarşı Türk olaraq heç vaxt savaşmamışıq. Onlar da bizə daxil yoxdur. Tehran rejimləri bu oyunu, Sovet İttifaqı, Soğuk Savaş dönəmi bu zibili yola salıblarsa, keçsinlər, yığışdırsınlar. Balkanlı demək ki, bu necə Balkanları ota çəkmişdilər, Sovet bitdi, Balkanlar da bitdi. Ona görə burada da bitməlidir. Rusiya çəkildi, Suriya məsələsi, Tehranla Rusiya çəkiləndən sonra Suriya bitdi, qutardı, getdi. Amma yüz binlərcə insan öldü, milyonlarca insan dərbədir oldu və burada bu bölgədə də. Bu demək ki, oyunun da başında kim dururdu? Mən edim durmuşdu, Həmasın rəhbərləri qaçdı, getdi, Putinin qulluğunda oturdular, ondan sonra filan. Və demək tez oradan fit deyirlər, ondan yavaşlarda çəkilirlər. Burada da bu günləri Azərbaycanlıların İsrail dövləti ilə, Amerika ilə, yoxdur, Amerikada gedirsən, söhbət budur, məsələ budur, burada millət var. 21-ci əsr əsarətdə olan, işğalda olan ölkələrin, millətlərin dövrüdür. Anda qalıb ki, burada 40 milyon Azərbaycanlı dövlətləri var. Başda bir parçası, kiçik parçası bağımsızdır Azərbaycan Cumhuriyyəti dövləti. Bax, elə bu məqamda növbəti sual var. Üzr istəyirəm Əjdər bəy, sualların sayı o qədər çoxdur ki, mütləq ünvanlamalıyam. Süleyman bəy sual verir ki, Əjdər bəy, tutalım ki, azad oldu Güney. Bu Azərbaycan üçün daha xeyirli olacaqmı? Misal üçün, dövlət gücü yetəcəkmi bir də bir 40 milyon insanı əhatə eləməyə? Bu sual həm də bilirsiniz niyə vacibdir? Və ümumiyyətlə, həqiqətən də tutaq ki, Güney Azərbaycan azad oldu. Onun iqtisadi potensialı nə qədərdir? Yəni, bu proseslər necə tənzimlənəcək? Bir də bu nöqteyi nəzərdən istəyərdim tamaşaçıları məlumatlandırasınız. Məsələ budur ki, geografik və geopolitik hər nədən gəlirsən gəl, Azərbaycanın güneyi çox zəngindir. Və Azərbaycan Cumhuriyyəti dövləti də və Azərbaycanın quzeyində bu millət var ya, bu Azərbaycanın quzeyində, bu Təbriz deyib ayağa durub. 1987-dən üzü bəri və tarix boyu bir millətdir. Biz parçalanmış millətik. Özümüz bunu gərək qəbul edək. Qəbul edirik. Biz parçalanmış millət, parçalanmış ölkəyik. Rus bizim demək ki, bir tikəmizi qapıb aparmışdı Türk dövlətindən, Qacar dövlətindən. Fars dövləti deyildi. Və Qacar da cəsarətlə, şəcaətlə 18 il o boyda Rusla, Avropadan qanqan deyib qayıdan Rusla savaşıbdı. Gizli deyil ki, Rus'a qarşı savaşıbdı. O güclüydü imkanları filan. Çaldı Azərbaycanın quzeyini. Azərbaycanın quzeyində millətimiz döyüşdü, çalışdı, vuruşdu, qanlı. Represiyalardan, Gəncə qiyamından, Cumhuriyyətdən döyüşə gəldi. Axır ki, dövlətimiz yerindən bərpa elədi Azərbaycanın quzeyində. Və bu bizim bir parçamızdır. Azərbaycanın demək ki, gələn hələ dövlət bərpasını Rəsulzadədən üzü bir yana. Rəsulzadə nə deyirdi? Məhəmməd Əmin bəy Rəsulzadə. Deyirdi, bir dənə fürsət hələ düşmüşdü. Rus soxulmuşdu ki, Azərbaycanın güneyinə. Əgər Azərbaycan o zaman Pişəvəri dönəmində bağımsızlığın əldə etsə, hətta bu tərəfə qatılsaydı, yenə də biz utacaqdıq. Amma qoymadılar, eləmədilər. İndi məsələ buradadır ki, Azərbaycanın güneyində bizim burada bir dənə bütövlük iddiamız var. Bu günləri Azərbaycan dövləti kimsə füzə fırladır, kimsə ay demək ki, durur oradan bir dənə xanım Sakharova, demək ki, səhər-səhər yufqasını tapmamış, durur Azərbaycana laf atır. Ay siz kimidiniz, ay filansız, ya demək ki, Ermənistanda Paşinyan canı qutarıb gedib indi qəşəng keyfinə, sokaklarda, avtobuslarda demək ki, nə bilim, Peterburg deyək, ondan sonra şokolad yeyək, ondan sonra kart oynayır, azad olub Ermənistanda. Tez demək ki, Köçəryandan, ondan sonra Petrosyandan Rus tapır gətirir, deyəcək, yox, siz terroristsiniz, terroristlə qalmalısınız. Erməni də görür, yox, bunun axırı yoxdur. Yaxşı qonşu olmaq lazımdır bu bölgədə. İndi nədir? Bu günləri də Azərbaycana deyirlər ki, sən demək ki, bu günləri Zəngəzur hadisəsi göstərdi ki, Azərbaycan istəyir ki, bir dənə haqlı, ədalətli yol tutanda hər tərəfdən başlayırlar demək ki, çaqqallar oyamağa. Niyə? Deyirlər ki, 10 milyonsan, bir anda başında demək ki, Rus yırtıcı, bugün Ukraynaya baxın, yırtıcı, açıq deyirlər özlər. Putinin huliyaları var, açıq deyil. O yanındakı adam öldü getdi, amma bugün hamısı Lavrov ələ salır, gülür, ondan sonra sığırlar o Dumada, ondan sonra atmacalar atırlar Azərbaycana, gəlib uçağımızı vırırlar ölkənin, demək ki, Rusofilindən tutmuş hərdən. Azərbaycan böyük olanda güclü deyil. Azərbaycan Türk dünyasına tövbələri o zaman verəcək ki, böyükdür bu bölgədə. Azərbaycan aparıcı bir dövlət, aparıcı bir millət kimindir burada? Bundan qorxurlar. Niyə? Yalan deyir bu. Tehran rejimi də bundan qorxur. Dünənləri bu haydi-haydıda, qırsındırda qaçıb gəlir demək İnqilab Qvardiyasının, o inqilab keşikçilərindən bizim sərhədlərə. Gəlmişəm sərhədləri yoxlayır. Nəyi yoxlayırsan sən sərhəddin?
Azərbaycan təmiz qoruyur da, casus gələcəkmi, terörist gələcəkmi? Sizin tərəfdən gəlirdi hər şey. Ona görə də bu günləri bu həssas yerdə, istər Qafqazlarda olsun, istər bu bölgənin hamısında, yaxın doğuda, biz təhcə ölçüyor ki, bu günləri, bağımsız Azərbaycan, açıqcasına, Ərəb millətinin, müsəlmanların gözünün qabağında, Tehran rejiminin gözünün qabağında kim cəsarət edər, deyir ki, getdi İsraildə səfirliğini də açdı, hətta dostların belə istəyinə rağmen, Cilə döndü dedi ki, biz İsraillə münasibəti saxlayırıq, alış-verişimiz, əlaqələr və bu günlərdə Tehran rejimi nə desə də, deyir ki, sənə düyü lazımdır, sənə un lazımdır, nə deyirsən, biraz da deyirsən, saqqızdan zatdan da göndərək. O lazımdır, sus da, füzə amba atarsansa, onda şərəfsiz cavabı alarsan və pis olar sənə, özləri də bilirlər. Azərbaycan demək ki, Ağ evdə də qarşılanır, Avropada da qarşılanır, qoşulmamaz hərəkatında da qarşılanır, Ərəb dünyasında da, çağıranda da gedir önləri demək ki, Riyadda da. Durdu hamı ilə bir yerdə, demək ki, İslam dünyası ilə bir yerdə durdu, dedi, bəli, bu savaşı Körfəzdə filan da yığılmalıdır, orada da 10 ayladır, kimlə bir söz deyə bilməz. Amma sabahları bu Azərbaycanın güneyi işğaldadır, bunu hamı da bilir. Sabahları görək ki, aya, İran adlanan yerdə başqa millətlər, ərəblərmi, bəluçlarmı, hətta bu kürdlər ki, gündə bir fürsət tapırlar ki, görək ki, hardan bir təpilər. Və yaxud başqa etnik qruplar, bunun bəxtiyarısı mı, mazısı mı, loru mu, ondan sonra başqa etniklər. Bura Tehran, hamı deyir, açıqcasına, mən demirəm, elə bu adam elə demək ki, indiramalı bir pez eşyanı, deyir ki, bura 10 dənə yerə bölünəcək, bura 5 dənə yerə bölünəcək, hamı da bilir. Yəni millətlərin demək ki, bu indiki özəlliklə bu bölgədə, nə oldu İngiltərədə, İrişlər, İskozlar, İtaliyada, ondan sonra Fransanın özünün tikələrində, ondan Kanadada, olar bu iş, Balkanlarda, olar bu iş, burada olmaz, niyə, nə olacaq ki? Əstağfurullah, nəuzullah, bu Quranı zırmaq demir. Yox, İran aman deyə, İrana dəyməyəm, bura demək ki, huliyadır bunlar, özlərindən çıxardıblar, millətlər azadlığını istəyir. Özəlliklə Azərbaycan Türkü də göstərdi ki, bütün bu Rusların, hansı bayaq da söylədim, represiyalar bizim əsas, demək ki, o öndə gedənləri vırdı, qırdı, öldürdü Cumhuriyyətdən sonra da Azərbaycanın quzeyində. Nə oldu? Azərbaycan bağımsızlığından sonra bağımsızlıq bərpa elədi. Dövləti saxlaya bilmədi mi? Cumhuriyyət də qurdu, parlamentarisi bir cumhuriyyət və dövlətdə saxlayıb büyünləri. Hər şeydə göz qabağındadır bu dövlət. Çoxunu da gözünü çıxardı. Gözünü də paxıllıqdan gözləri çıxardı, gedib kimsəni də çıxardı. İrticada təcavüzçünü də, işğalçını da, irticasını da yerində oturdu. Ona görə də sabahları Azərbaycanın güney, Amerikada kongresləri, demək ki, əsas adamlar. Qayıt edirlər ki, siz elə bu İran adlanan yer qarışçayın rəsmi adamlar deyirəm mən. Ya da İran adlanan yer qarışçayın 3 gün içində istiqlal elam edəcəksiniz, bəli eləyəcəyik. Və sonra dərəcələ sizin az zaman içində Azərbaycanla birləşəcəksiniz. Şimdi Ağustabada, Qazaxda, Sumqayıtda, Bakıda, əziz bu millət, bu Təbriz deyib duran millət, çoxunu da danışdıranda deyir, atam babam orada, ya dədəm babam burada. Durub deyəcək ki, niyə birləşirik, nə olacaq, məndə demək ki, neft var, səndə yoxdur, var. Elə güneyin də demək ki, petrolu var, Muğam mahalı neft, petrol deyir, çoxdan deyir, gəlib orada açıblar, mən uşaqlıqda orada işləyirdim. Petrol var, Muğam mahaldan, misi də var, qızılı da var, nə deyirsiniz, lityum da var, gölü niyə demək ki, batırırlar? Çinlilər gəlib daşıyır. Lityuma görə batırırlar, başqa məsələlərə görə. Meşələri var, ondan sonra özü də əsas nüqtədədir burada. Ona görə də bu günləri Azərbaycanın var dövləti əski deyil. Bəzi indi bəylərimiz sual verirlər, xanımlarımız, demək ki, yox. Azərbaycanın quzeyində də bəzi adamlar var, mən bir dəfə 90'larda bir dostlardan burada vardı, bu Turgut Özal prezident dedi, onun oğlu da vardı, burada 6. kanalda yola salmışdı. Evə gələndə gördüm, eviyyəsindən soruşur o adamlar ki orada da, bu kimdir, məni deyirdi. Onlar da deyir ki, bir dənə dissident də, Tehran rejiminin müxalifi, 90-cı il, 91-ci il söhbət. Nədir bu işi dedi, Güney Azərbaycan mələzi. Dedi ki, nə inəcək bunu? Sonrasından siz burada petrolu sat getirin, verin bize biz Türkiye'de sataq ve siz de çekin bizden. Yani, ve çok adamlar da vardı. Əbülfəz Elçi prezident dedi, demək ki Heydər Əliyev sarayında orada çıktı aşağıdan biri. Əbülfəz ben çıkış edirdim. Əbülfəz bəy, cənab prezident, dünənləri Ağızqa türkləri gəldi, sabah da bu güneydən gələcəklər və onda biz nə qayraz yox. Yəni otur yerdə. Bir dənə kostumuzu dəyişibsiniz, filan. Necədir, məmləkət birdir, millət birdir və sabah da bunun xeyri də, bunun bərəkəti də, bunun bütövləşməsi də, bunun gücü də, onda bu günləri dövlət başçısı
Prezident İlham Əliyev Üzbəkistanda da, adı onun versiyasında da, Zəngilanda da, yenə də dəfələrlə də, bu dəfə də elə bu akademiyada da açıq-saçına deyir. Deyir ki, 50 milyonluq biz, 50 milyonluq. Mən də 1000 dəfə demişəm ona nə eləsəz də axır desə 50 milyonluq. 50 milyonluq, burada güc məsələsi var, burada demək ki, hamı yalvarır ki, İran adlanan yerdə də, başqa yerlərdə də, Rusiyada da, Rus azalır. Rus azalır. Nə qədər indi Rus qalıb? Qalıb demək ki, çox 70-80 milyon çətinliklə azalırlar, qorxurlar və Çində də belədir, başlayıb azalmağa. Yəni bizim ki, sayımız azalmayıb ki, biz hər zaman böyük millət olaraq öz torpaqlarımızda çalışırlar, fəqət unutduralar. Unutduralar, yox, bu quzeydəkilər başqa olub, siz də güneydə elə olmayıb. Ki, quzey demək işğal altındaydı, baskı altındaydı, azad olub, bu günləri biz hamımız da o, demək ki, ona demək sevinirik və fəxr edirik. Ancaq Azərbaycanın güneydə bağımızda olacaq. 100 ildir bu Fars şovinisminin və sonra da Fars şovinismindən bir irticacı, dini, məzhəbi istismar edənlər, şiəçiliyi bərpa edənlər, İslam dünyasına savaş elan edənlər, dünya ilə savaşa çıxanlar, terror istehsal edənlər 100 ildir bunların işidir. Niyə bir məmləkətdə hər 30 ildən bir inqilab olsun? Nəyə görə? Bilirsiniz bir dənə inqilab yəni nə? Alt üst olur, hər şey dəyir, bir-birinə gedir. O getdi Məhəmməd Rızanın qəbrindən bu mallalar sıxdı. Elə bir-birini tamamlayırlar. Çar getdi, çarizm yıxıldı, içindən bolşeviklər sıxdı. Və dünyanın düşmanı. Ona görə də bu günlərdə İran adlanan yerdə Azərbaycan türkləri, Azərbaycan türkünün güneydə də necə ki quzeydə ağlı başındadır. Bilir ki, buradan qutarsa bu irticadan, bu mühümmatdan, dövlət yaradırsınız öz formuzda, gedin öz bölgələrinizdə eləyin də, bizdən əl çəkin. Bu da erməni. O da çıxırları bir-birini izləyirlər. Orada baxın ermənilərin, o məclisin sədrinə, dünən İsrailin çıxışlarına. Paşinyanınkına da, çoxunun da. Biz əvvəl ağılları başına gəlib bunların. Get yaşa da, gərək sən Azərbaycana soxulasan, ondan terörist yığasan, Tehran rejimini gətirib narkotikasını oradan, silahını oradan bizə dayayasan. Get də işini dalayacaq. Sən də Farssan, səni kim deyir, biz siz deyirik, duraq deyək ki, İsrail dövlətini dənizə tökəcək, Yahud millətini qıracaq, demək ki, gedib Ağ Evdən filan eləyəcək, hamını öldürəcək filan. Xeyr, elə deyil, Farssan, çəkir get yerində otur, biz türkük, biz də bilirik yerlərimizi, demək ki, bizim də qibləmiz bu tərəfədir. Azərbaycan tərəfinədir, Türk dünyasına tərəfidir, Türkiyədir. Necə ki, Türkiyədə bir zamanlar da cəmaat hələ belə bilmirdilər Türkiyədə. Gözləri açıldı, ay arkadaş bunlar Türkdülər, bugünləri mediasında bu Azərbaycan Türkdür, bizdən biridir. Getdi qutardı, ay Səlim ilə İsmail nə eliblər, ay Çaldıranda nə keçdi, sən sünnisən, mən şiyəm, boş şeylərdir. Biz millətik, Türk millətiyik və bunu da dünyada bilir, birindən də qorxusu var. Bizə nə? Qorxusu vardı ki, olsun işsin. İndi amma bu tərəfə doğru gedir, sayın Rusi bəy. Bu Tehran dövlətini, bu rejimi, bu formada heç kəs saxlaya bilməyəcək. Ay monarşismi gətirərik, hansı qrupu gətirərik, yox, bunlar getməz. İraqda da elədilər, İraq dağılanda gəldilər də, indi düzdür, o nə deyilsin, Amerika getdi birini orada qoydu, bir müddətdən sonra tapıldılar orada biri də, Amerikadan, oradan, buradan, biz belə eləyəcəyik, hamısı getdi işini dalayacaq. Məsələ budur, bu günləri İran adlanan yer dağılacaq, bu gün, sabah, 6 ay, 3 ay, hələ bu 2 ay bundan qabaq 40 min adamı öldürüb axıyıb. 40 min adamı, gənci, uşağı, qızı özlərdə 100 min nəfəri bu dönəm tutub soğub zindanlar, hələ də buraxmır. Daşıyır oradan ora bura, əl çəkmir, gündə də edam, dünən də edam edib. İsraqa gündə beçər o gənc uşaqları edam edib, özü ölümə ayağındadır, əl çəkmir. Ona görə də Azərbaycan türkləri istəyirlər ki, bu cinayətkarlar ki, əməlləri bəlli, sən gedəcəksən İsraili, Amerikanı çəkib gətirəcəksən, bu bombaları mənim Təbrizdə insanımın sayın Rusi bəy günahı nədir? Sən gətirib füzələri orada gizlədibsən, bilərək. Füzələri gizlədirsən, oradan ateş edirsən, onlar da gəlir o nöqtələri bilir. Təbrizdə mənim o bəbələr, o uşaqlar, o xanımlar. Bilirsiniz, 2 ay bundan qabaq o 40 min nəfəri öldürüb, çoxu türkdülər, çoxu Azərbaycanlıdırlar. Amma bunlar o qədər xəbisdirlər, öz televizyonlarından xaricdən şiayələr bir dəfə Azərbaycanın adını çəkmirlər. Ay bu xanım qız türkdür adını çəkmirlər, bilirlər, özləri də qəşəng bilirlər. Hazırdılar şeytanla, itinə əl-ələ verələr Azərbaycana qarşı, Türkiyə qarşı, bunun adını çəkməyin. Ona görə də bu günləri Azərbaycanlılar illər boyudur ki, təhcə təəssüf olsun, mediası bağlayıblar, səsini bağlayıblar, qəzet yox, partiya yox, azad düşünən insan qoymayıblar, çoxları çıxıb belə, hanıya bu güneydəki liderlər? Açı sən nə danışırsan, lider qoydular qala, Sovet qoydu qala,
Qınnadı, hamısını öldü. Harada Sovet dağılmamışdan önce Kuzeydə hansı partiya vardı? Hansı açıq qəzetə vardı? Dissidentlər vardı, az çox onları da tutub demək ki, bir günlərdə canını alırdı. Hamısı qınnadı. İran adlanan yerdə qat-qat bu, o da zindanlar Azərbaycanlardan doludur. Kim soruşur? Kim deyir, hə, bu adamlar zindanda, burada demək ki, Təbriz, Ərdəbil, Urumiya çəkib aparıb qırırsınız. Burada lider qoyanlar qalar. Bu Azərbaycan türkü, türk olaraq bu millət öz içindən vaxtında lider çıxartmağa, lider verməyə aciz deyil. Zamanı gələndə o işi görər. Bu necə ki, bu demək, bu vaxtıyla neçə 7 milyonluq burada Azərbaycanın quzeyində. Partiyalarda çıxdı, liderlərdi, yüzlərcə indi partiya var, mətbuat var filan. Dünyaya yayılıb Azərbaycanlılar. Hər kəsin də əlində 40 dənə yaşıl pasportu, sabah görürsən Vaşinqtonun küçələrindədir. Alıb həbsə, cinayətlə, zindanla istəyib məhv eləyər. Yox, mən sənə hakim olmaq istəyirəm. Özü də bəs görmüş müdür? Yaxşı, indi mən gedirəm, o birisi gəlsin. Hə, növbə onundur. Buna Azərbaycanlılar da deyir ki, bizim kimsəylə savaşımız yox. Amma Azərbaycanı işğal edibsiz. Mallacığazları da ki, bir dənə özəl bir dəstədir, geri qapalıdır. Onlar gəlib bu dəfə bu dövlətçiliyi bunlar təmsil edir. Yaxşı, bir dəfə Səddamı gətirdiniz, milyondan artıq adamı qırdırdınız. Çoxu da Azərbaycanlıları o Ləşkər Aşura qoşununa qırdırdınız. Bəs böyürmüş kimin? Bu dəfə demək ki, 5-6 ay bundan qabaq İsraili gətirdiniz. Az böyürdü ki, bu səfər Trumpla İsraili gətirdiniz. Hələ sabahlarda nə olacaq? Bu füzəni tökürsünüz bu şəhərlərin üstünə. Ərdəbili vururlar. Astaranı vururlar, gəlibləri deməyə bilə sonra gəlib çıxıbları vuracaqlar. Orada da bilə sonra o da Zeyvədə, Qarağaçda, demək ki, Arazın o üzündə tünelləri qazıblar, doldurublar o bölsələ günahsız insanları oraya pul verir sizə, burada hərəsinə bir Klasnikov verib, doldurub o yoldan tünellər çəkmişlər, Allah yarı, salavat, muradlı, o tünellərin altını doldurub deyəcəm. İsraillər bilcəyin gəlib vuracaqlar. O günahsız insanlar nədir? 5 qəpik pula görə gedib ki, bir şey alsın, keçsinsin. Muğandan yığıblar, işsiz zaman, gəlirsiz insanları aparıb soxub o tünellərin içinə. Ya sabah İsrail bunu biləcək və vuracaq da. Ona görə də gətirmişdir, orada istəydin Azərbaycana qarşı hazırlıq görürdün ki, gedəcək, tutacaq, ilə vuracaq. Amma nə oldu? Azərbaycan qalib gəldi, erməni də, Rusu da püskürtdü, siz də görürüz, yox, deyəsən daha olmayacaq bu məsələ. Hər halda, ona görə də Azərbaycanın bütövlüyü. Bu iddia bizim demək ki, 200 illikdir, bu bir ədalətdir, bu bərpa olacaq. Bunu da, hamı da bunu yaxşı da bilir, heç bir zərəri də olmayacaq. Amma məsələn, Ay Əjdər Tağızadənin gətirib demək ki, filan yerdə dövlət malın mənimsəməyib, biraz da gəliri var, biraz da, yox qardaş, day bizə lazımdır. Xeyr, millət anlayışı, dövlət anlayışı, vətən anlayışı, bu və hər dünyanın hər yanda belədir, gəlişmiş ölkələrdə də. Amerikasından tutmuş bu günləri budur, Trump, deyir, hər şey Amerika üçün. Hər şey Amerika, deyirlər, belə niyə eləyirsən? Amerikaya pul aparıram da, Amerikaya imkan yaradıram da, Amerikanın demək ki, özünü qorumalıdır. Və biz də eləməliyik, biz də özümüzü qorumalıyıq. Biz də millət olaraq qorumalıyıq. Yoxsa hər kəs duracaq, atına, qatırına minəcək, ay demək ki, mən keçirəm, gəlirəm Azərbaycana, Urumiyanı istəyirəm, sən qələt eləyirsən. Ay Təbrizə gələrəm, ay mən şah gələm, nə şah gələm? Nə şahı Azərbaycanlılar, bu türklər, bu Azərbaycanlılar cumhuriyyət gətirmişik biz, cumhuriyyət. Parlamentarisi cumhuriyyət, heç yatıb dədəniz hələ də yuxuda görməz. Cumhuriyyət gətirmişik və onu da bir dəfə də bərpa eləmişik millətimiz. Burada bir ki, biz, bunu da Azərbaycan dövlət başçısı da dəfələrlə deyib. Biz də deyəndə biri də çıxıb bilir, Aşıday nə qədər yaltaq, xeyr, sən bunu qanmazsan. Çıxıb Tehran rejiminin qarşısında teokratik və demək ki, dinə qurşanmış dinçilicə, yalancı dinçilicə, qurşanmış din dövləti yaradan rejimin qabağındadır, mən sekularçılığı davam etdirəcəm. İndi biz gərək oturaq Azərbaycanın güneyində gözləyək ki, mənə demək ki, Kürddən, Farsdan, kimsələr, Amerikadan, oradan, buradan durub gələcək, mən sekularçılıq gətirirəm, sən qələt edirsən, Azərbaycana gətirməm, apar başqa edir. Mən demokrasi gətirirəm, mən demək ki, xeyr, bunlar bizim özümüzdə var və biz buranı dənəyimini demək ki, göstərmişik. Azərbaycan türkü güneydə, Sayın Rusif bəy, Azərbaycanın güneyində bizim millətimiz, quzeydə necə? Quzeydə bizim millətimiz bir dövlət yaradıb, cumhuriyyət, bütün çətinliklərə, bütün ağır baskılara rağmen bir o dövləti bərpa edib, bir də işğaldan qutarıb. Heç kəs bəyənməzdir, ay erməni gələcək, böyük Rusiya gələr, xux yiyər filan eləyər. Azərbaycan bacardı bunu, bu Azərbaycandır, bu bizim millətimizdir. Və Azərbaycanın güneyində də 100 ildən çoxdur bu millət savaşır, dövlətini oğurlayıblar, savaşır, didişir və çağdaşlıq
demək ki, dünyəvi bir dövlət, sekular bir dövlət, parlamentarisi bir dövlət. Bunu dənəyib Azərbaycanın güneyində bu millət. Amma imperialist dövlətlər güclüydülər. Buradaydılar. Rus var idi, Sovet var idi, yalancı qardaşlıq. Amerika, İngiliz, hamı buradaydı. İndi gediblər, o dönəm deyil. İndi gəlir, özləri bir zaman bir toxum səpmişdilər. İngilislər, sonra Amerikalılar, indi o zəhər gəlib özlərinə sataşır. Özlərinin gedib boğazına sarılıb bu ilan. Gəlib deyir ki, vuracaq. Burada biz demirik ki, get burada vurursunuz, öz hesab kitabınızı sürdürürsünüz. Bizim də canımız qurtarar. Ona görə də bunların əlindən. İndi fürsət gələcək, yəni sonraki aşama millətlərin və Azərbaycan, Türkçü, hələ millətlər bir sözünü deməyib ki, hələ o qorxu qoy sınsın, o atmosferə qoy bir sınsın, xof demək ki, sınsın, Sovet dönəmi kimi. Sınsın, bunun saldatı, bunun əskəri, bunun milişyası, bunun bəsizi. Hələnin sinində bir dənə tuşka, bir dənə Klaşnikov, bir dənə tapanca, qoy bu sokaqlardan çəkəcək. İndi başlayıblar yavaş-yavaş, başlayıblar qırmağa. Ondan sonra mən inqilab iştirakçısı olmuşam dəfələrlə, hərəkat iştirakçısı olmuşam. Görəndə desən, bu millət dünən dayanmışdı, amma bu gün gör, nə gücə çevrildi. Millət hərəkətə keçəndə nə demək ki, o rejim, nə bu rejim, nə filan. Bu günlərdə İran adlanan yerdə Azərbaycanın güneyində biz güclüyük və o hər zamandan da çox güclüyük. Ona görə dövlətlərimiz var, müstəqil Azərbaycan var. Baxmayın, bugün Azərbaycan çox sakit görünür. Ay, Türkiyə sakit görünür. Elə deyil. 44 günlük savaşda külli Türkiye hayattaydı. O Böyük Millət Məclisində hamı birləşdi. Kürtlərdən sonra kimsə gəlmədi. Hamı birləşdi, gedək Qafqaza, Azərbaycana gedək. Və sabahlarda belə olacaq. Bu günləri Azərbaycan dövləti, nə bilim, düyü göndərir, un göndərir, nə bilim, yeyintilər göndərir, sabah çox şeylər göndərir, dərman göndərir, əcza göndərir, lazımlı şeyləri göndərir və Azərbaycan blokadada qalmaz. Azərbaycanın güneyi adından qıra bilməzsiniz 1946-cı il kimi. Bəli. Aydındır, hörmətli Əjdər bəy, mən sizə təşəkkürümü bildirirəm, minnətdaram dəvətimizi qəbul ediniz, iştirak ediniz. Çox sağ olun, var olun bəy. Sağ olun siz, təşəkkür edirəm. Əziz izləyicilər, daha bir maraqlı Qırmızı Masa verilişinin beləcə sonuna gəlib çatdıq. Qeyd edeyim ki, verilişimizin bugünkü qonağı Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı, hörmətli Əjdər Tağzadə idi.